Hər vaxtınız xeyirli olsun, əziz dostlar. Yenə də MRT İnşaatda sizinlə görüşə gəldik. Canlı yeni evlərinizin qonağıyıq. Və bizi izləyən dostlara öz təşəkkürümüzü bildiririk ki, hər zaman izləyirlər, baxırlar, rəylərini yazırlar, paylaşımlar edirlər və müəyyən suallarını da ünvanlayırlar ki, biz də onların suallarını cavablandırırıq. Yenə də MRT İnşaatda müəyyən sahələr haqqında, müəyyən materiallar haqqında sizə ətraflı məlumat verəcək ki, sizin də məlumatınız olsun və durmadan, dayanmadan yalnız seçiminiz MRT İnşaat olsun. Çünki burada yoxdur. Hər şey var burada. Birbaşa gəldik bu boruların üzərində. Boruların üstünə gəldiksə, elə borulardan danışaq. Bugünkü gündə borularımız ehtiyac duyulur. Lazımlərdən ibarət. 15'lik borular, 20'lik. Yəni sırflar boyları 7.90'dır. Sırf qaza aiddir. Yəni sırf qaz. Bunlar qaz üçündür. Bəli, 100 set alınyan yəni təzyiqli sulardan ötürü bir də sırf qazdan ötürüdür. Yerli istehsal və Rusiya istehsalı. Bəli, Rusiya istehsalıdır. Yerli istehsallarımız da var. Hal-hazırda gördüyünüz 15. Üstündə hamısının üstündə yazıqlar pesatlıdır. 15 isə bu 20'dir, bəli. Sonra keçir hissə 25. Sonra gəlir 32, 89, 76, 89, 100. Yəni Rus aid olan mallarımız. Rusiya istehsalı. Bəli, yüksək davleniyə təzyiqə gözümlü olan, malik olan bir turbalardır. Yəni bütün gündə tələbat var. İstər yerli istehsal olsun, istər Rusiya istehsalı olsun və insanlar gəlirlər, seçim edirlər, alırlar. Təmir tikilişlərində, evlərinin belə müəyyən sahələrində bu turbalardan, bu borulardan rahat şəkildə istifadə. Mütləq hər bir evdə istifadə olunur bu. Mütləq hər bir. Elə bir ev olmasın ki, bu borulardan istifadə olunmasın. Çünki yəni hər bir ev, əgər ev varsa orada qaz demək mümkün deyil, maye var. Ona görə bundan istifadə olunur və onun Bakı bizdə Bakı istehsalı, yerli istehsallarımız da var. Məsəl üçün burada gördüyünüz kimi onun da 15'liyi, 20'liyi, 30'luğu. Yəni bütün razmerlər var. Bəli, 32'liyi, 40'lığı, 50'liyi, 63, 76. Hal-hazırda gördüyünüz bax 50'nin 12 metrədir. Adətən bu Rus boruları 7.90 uzunluğunda olur. Amma hal-hazırda burada gördüyünüz bu da 50'lik Rusdur, amma 12 metr boyundadır. 12 metr. Yəni bir dəfə istifadə etmək olur. Bəli, 12 metr istəyirsiniz. Bu da yenə həmçinin qazdır, yüksək təzyiqə dözümlüdür. Bəli, turbalarımızda. Sonra deyir Rusun, baxın 76 Rus. Oy maşallah, bu da ağırdı şu qaldırmaq. Ağırdı. Bəli, bundan artıq. 76 bu da Rus turbadır. Sonra yerli Bakının güzlüyüdür. Burada da gördüğünüz Yine burada da. Bəli. 50'liyin, 63'ün Rus turbası və yerli və Rus. Hamısından var və plus profillərimiz. Yenə həmçinin Rus profilləri 12 metrdən ibarətdir. Yerli profillərimiz 6 metrdən ibarətdir. Bunların da hər cür razmerləri. Burada isə bağlamalardır. Bunlar da bəli, təməldə istifadə olunan bağlamalardır ki, armaturların kənarlarını bağlayırlar ki, daha möhkəm olsun. Armatur karkas hörməkdən ötəri, bəli, hər cürə bunda. Yəni bundan insanlar özləri də əymədə istifadə edir. Amma belə hazır satışda var ki, bir də əziyyət çəkib müəyyən o aparatlar düzəltməlidirlər ki, dəmirlər əymək üçün. Amma burada artıq hazır satışdadır. Özümüzdə bizim daxili istehsaldır bu. İstənilən ölçü, istənilən razmer, istənilən məftilin qalınlığı, yəni fərq eləmir. Sən sifariş versən bunu nə deyirlər? Hal-hazırda yəni ən çox satışda olan razmerlər tikintiyə uyğun hazır olur və kimsə gəlir standart razmer verirsə, onu dərhal aradan qal, yəni zakazın götürür. Yenə də bizim burada setkalar bir çəkəndə keçən səfər daha çox idi. Maşallah tələbat artıb. İnsanlar gəlirlər gündəlik istifadə üçün alırlar. Ən çox xırda setkalarım deyirəm, mümkün gündə tələbat var. Hörgüdə istifadə olunmaq üçün? Yox, mövsümə uyğun cüzə. Cüzə saxlamaq üçün. Ona görə çəpərlərin yeri kimsə bir besetka kimi qari xırda cüzələrdən. Yəni cüzə yeri hazırlamaq üçün. Bəli. Və xırda gözlü ən çox istifadə olunan, bugünkü gündə ən çox istifadə olunan xırda gözlülərdir. Həm də hörgüdə təbii ki istifadə olunur. Təbii ki yenə də bizim yağlı setkamız. Onlar Atinkov'dur. Bunlar qara setkalar deyirlər. Qara setkalar. Bəli, qırılanmış setkalardır. Təbii ki uzun müddətli olsun daha da istifadə edirlər qaralardan. Qara deyəndə yəni rəhlənmiş deyək də. Əslində yağlı olmaq yaxşı ki, uzun müddət rahat şəkildə qalır və çürümür, paslanmır, dağılmır, məhv olmur. Yəni onun üzərində olan qara yağlılıq onun sanki möhkəmliyini və uzun ömürlüyünü artırır. Ən önəmlisi uzun ömürlüyünü artırır. Sonra bizim burada bu da bax bizim rulonlarımız olur həmişə. Həmişə MRT İnşaat olaraq bizdə bu rulonların 100 metr rulon ibarətdir, amma yəni satış zamanı istənilən razmerə kəsilir, verilir. Ölçüdə kəsilir, verilir. Bunlardan 15'likdən tutmuş 50'liyə kimi sırf metakın
Bəli. Sırf metal. Bu nədən? Məhəllələrdə, uzun məhəllələrdə su çəkməkdən ötürü, yəni birbaşa calaksız Birbaşa, çəkməkdən. calaksız. Hətta elə yəni paykaya gedən də ha, yəni deyəm ki, elə belə Həm də kəsib payka oluna bilir. Bəli, bəli, bax hal-hazırda diametrində, stinkasında görsənsə, yəni birbaşa paykaya gedən maldır. Çox keyfiyyətli, çox metak ümumiyyətcə çox keyfiyyətli olduğundan çox bunlar da çox həddindən artıq keyfiyyətli buraxır. Mən rulonda birinci səfər görürəm Bunlar metakı. keçən dəfə mən paylaşım eləmək istəyirdik bunu. Ki bunlar yəni rulonlarımız həddindən artıq çoxdur və həddindən artıq da razmerləri çoxdur. Yəni var, mövcuddur. Satışda da varımızdır. Yəni çox gözəl də satışı var. Bir də buradan açıqdır. Yəni bu rulonun aslında rahat şəkildə düzəlir Kim də. neçə razmer istəyirsə, məsələn biri gəlir 10 metr qardaşım, bir 50 metr, bir 30 metr, bir 40 metr. Yəni standart belə yəni satışımız mümkündür. Yəni bu rulonun aslında düzəlirmi? Bəli, bəli, tamam edir. Bunlar Rahat. hal-hazırda indi məsələn stanok yığır bunu. Bunu təzədən açır uşaqlar. Yeni Bunu 100 metr uzunluğunda açır, təzədən də rahatca yığır. Yəni açıb istifadə edən Həm rahat şəkildə əyilə bilir, qatlananda Bəli. sınmır, Sınmır çatlamır elə şey ola və bilməz. istədiyin məsafəyə də rahat bir şəkildə. müddətdən sonra açdın, bir müddətdən sonra istədiyin razmerə uyğunu, düzlüyə saxlayırsan dayanır. Bunu sadəcə stanok belə yığır deyə bu belə görünür. Və burada da təbii ki bizim plastik borularımız var. İstədiyimiz ölçüdə, istədiyiniz bağlamada. Sırf metakın özü. Metakın özü də var. Bəli, sırf digər metak. şirkətlərində var. Metakın özünün elə bir təmiz metakın özünü verir. Bir də nətər deyim, bir təmiz variant deyək, kirli variant da belə deyək. Yəni plus variant, minus variant var da. Bəli, adətən metak deyiləndə məsəl üçün hamı bilir ki, sınmır, qırılmır, yəni mümkün deyil. Amma əlimdə də sıxıl, abıraqda qayıdır. Yəni sınma ehtimalı yoxdur. Yəni əlimdən gedir. Yəni bunu yerə tullayıb tapdalasaq da olur. Bəli. Amma məsəl üçün bu metak deyil. Bu metakı mən bunu beliyə mənə bir müddət sıxdım avtomatik olaraq. Sat Həm iki yerdə sat verəcək. Bəli, bəli. Yəni çox olmur da, yəni mümkün deyil. Elastikliyi çoxdur. Amma bu metak tərtəmiz elastiklidir, çox gözəl. Yəni bugünkü gündə tələbatda özlərinin olan reklamlarında da görürsən ki, maşın da keçir, hətta belə heç nə olmur. Həqiqətən də biz onu yoxlamışıq. Ki, görür həqiqətən düzdür bu metak. Özümüz qoyuruq, üstünə hoppanı sürtür, yəni heç nə olmur. Ümumiyyətlə, yəni elə şirkətlər var ki, artıq brendləşibdir. Onlar öz sözünü bu bazarda deməyə bacarıblar. Bəli, bəli, Və insanlar da alıblar, istifadə ediblər. Həqiqətən də görüblər ki, bu məhsullar digər məhsullardan daha üstün və daha keyfiyyətlidir. Bizim alçıpanlarımız da yenə var. Alçıpanlarımız var, hal-hazırda İstədiyiniz endirimdə olan. qədər. Bəli, bəli, hal-hazırda endirimdə olan alçıpanlarımız var. Ağdağ alçıpanı. Ağdağın demək ağı, Ağdağın ağı, onluq ağı. Onluq yaşılı, 12 yarımlıq ağı, 12 yarımlıq yaşılı. Hal-hazırda bu kampaniyadadır, hal-hazırda. Və bir də dam örtülərindən profnasillər leqal hal-hazırda. Yenə də endirimdədir. Bəli, endirimdədir. Əgər yoxsa birində 6 manat, 7 manat endimə var. Yəni cəmaət də hiss eləyir bunu və biz keçən yerlərdə çəkdiyimiz kadrlardan və cəmaət müraciət eləməyə də başlamaq aynı dursun. Yəni gəlirlər ki, hansıdır bunu görsət. Keçən dəfədən bu günə Maşallah olsun, yavaş azalmalar var. Azalmalardan qorxmaq lazım deyil. Hələ bir tır bur gəlibdir ondan sonra. Vəssalam, Bizim keçən reklamdan sonra bir tır gəlibdir. Azalmalardan qorxmaq lazım deyil. Çünki azaldığı zaman üzərinə mütləq şəkildə məhsul əlavə oluyor. Emirti inşaata tam bitəndən sonra biz məhsul gətirmirik. Hal-hazırda bax gördüyünüz Ağdağ alçıpanı. Bunu keçən reportajda biz də baxırdıq. Bax düz mənim düz yanımda stok düz mənim yanımda idi. Bax düz bu da. Bu sement düz arxada idi. İndi sement gəldiyinə görə bura çıxıb. Düz mənim bu qabağımda idi. Hal-hazırda gördüyünüz Ağdağ alçıpanıdır. 6 manata, əziz tamaşaçılar, 6 manata endirimdədir. Satış qiyməti əvvəllər 9 manat 20 qəpikdir. Hal-hazırda 6 manata biz topdan və pərakəndə satırıq. Ona görə də insanlar gəlirlər, alırlar, aparırlar və razı da qalır. Yəni bir dəqiqə ev tikilən, ev qurulan bir dəqiqə sezondur. Ona görə hamı hər şey satılır. Yəni hər şey gedir, hər bir şey istifadə olunur. Almaturu, sementi, alçıvanı, dam örtükləri. Ona görə yəni bir dəqiqə tələbat daha çoxdur və görüz qabağında da Ağdağda yəni elə belə mal deyil. Həqiqətən də Ağdağın çünki o qədər materialları var ki, Ağdağın kisələri var, mətanətləri var, ondan sonra alçıvanı var. O qədər yəni firmalara çox güclü firmadır və keyfiyyətdə mal buraxır. Adətən belə deyək, endirim deyəndə insanlar düşünürlər ki, yəqin bundan 4 dənə qalıb, 5 dənə qalıb, 10 dənə, 50 dənə qalıb deyə endirimə qoyurlar. Əslində belə deyil. Çünki MRT inşaatda
daha çox olan məhsulların endirimə qoyuruq ki, insanlara gəlsin və tələbatlı olan məhsullardan söhbət gedir. Biz də bilirik ki, artıq mövsümdür ki, insanlar tikin işlərinə başlayır və ona görə də müəyyən sahələrdə olan materialları biz endirimə qoyuruq ki, insanlar gəlib rahat şəkildə alsınlar, aparsınlar, tiksinlər və razı qalsınlar. Yəni bu bunun qədər də bizim ikinci sahəmizdə var. Yəni var, yetərincə var, hər kəsə çatacaq qədər bizim malımız var. Və hələ də davam edəcəkdir, bu kampaniyalar davam edəcəkdir. Və kampaniya demişkən, bizim lotereya kampaniyamız da var ki, 365 gün ilin MRT İnşaatda kampaniya keçiriləcək və hər kampaniyada avtomobil oynanılacaqdır. Elə bir kampaniyamız olmasın ki, orada avtomobil oynanılmasın, bu olmayacaq. Ona görə də hər birinizi dəvət edirik ki, MRT İnşaatda gəlirsiniz, buradan alış-veriş edirsiniz. Hər 50 manatlıq alış-verişdə bir kupon sizə təqdim olunacaq. Ad, soyad yazılır, ünvan, əlaqə nömrəsi seyri qutunun içərisinə atılır və lotereya zamanında hər birinizə əvvəlcədən məlumat verir ki, lotereyanın bizdən vaxt keçir. Onsuz da dostlar alış-veriş edən zaman lotereyanın üzərində var. Lotereyanın başlama vaxtı, yəni keçirilmə vaxtı. Gəlirik bura, sizin də ola bilər avtomobil. Məsələ bəli, sizin də ola bilər. Odur ki, yolunuzu MRT İnşaatdan salın. Əgər nəqd şəkildə pulunuz yoxdursa, bütün bunları almağa, şəxsiyyət vəsiqəniz üzərinizdə varsa, rahat şəkildə kredit yolu ilə də əldə eləyə bilərsiniz. Bir kart, taksit kart da tam olaraq keçərlidir. Yeni bir məhsulumuz var, yeni bir markamız var. Polkarbonat adında. Polkarbonat. Müəyyən bir naveslər var. Artıq gedəndə onsuz da Mingəçevir maşallah naveslərdən doludur. Müəyyən məhəlləli evlərdə. Kimisi düzdür, klişanın özünə də vurur. Kimisi fikir versə bir dəqiqə ən çox navesin qıraqlarına vururlar. Polkarbonat deyilən bir şeydir. Şifrdir, onu bir dəqiqə mən hal-hazırda göstərəcəm sizə. İstənilən rəngi var. Göy, qırmızı, yaşıl, şəffaf, ağı, ondan sonra karişnili, yaşıl. Yəni bunlarda ayrımçılıqlar da var. Məsələn, bir jila var, onlar jilalardan, qalınlıqdan ölçüm, yəni deyək ki, məsəl üçün birlik və yaxud da ikilik. Elə bir şey yox, jila artımından var. Bir jilal da var, 3 jilal da var. Hal-hazırda gedəyim deyə mən sizə onu təqdim edeyim. Bir qısa kadr olaraq göstərdim. Bəli, bu da düz yanımızdadır. Və onun aksesuarları. var. P, kəmər, bir də rezini. İndi onlar müəyyən ustalar, bunun ustaları sırf bilir bu. Nədir? P nədir? Kəmər nədir? Onun qırağının qırığı, bir də bunun vurulması. Yox, o karbonatın özüdür. Bax, bu P-sidir, bəli. Bu P-sidir. Məsəl üçün, polkarbonatın P-sidir. Bu, məsəl üçün, bu polkarbonat hal-hazırda polkarbonatdır. Onun içərisinə keçir. İçinə girib bağlamaqdan, bəli, polkarbonatdır. Bu hal-hazırda karbonatdır. O müştəridən qalan soxdur. Bu da bunun kəməridir. Bu kəmər, demək, harada istifadə olur? Bu kəmərin içində, bax, bu rezin hal-hazırda bu kəmərin içinə girir və bu polkarbonata, məsəl üçün, bu rezin girəndən sonra bu buna taxılıb, ondan sonra şuruplanır ki, dəmir bunu əzməsin. Yəni qırmasın. Yenə də deformasiya uğramasın, gələcək çat verməsin. Hal-hazırda gördüyünüzdə polkarbonat bərba budur. Bunlardır polkarbonat. Bunların da hər cür rəngləri var, hər cür. Və ölçüləri var? Yox, ölçüləri 2.10 hündürlüyü 6 metr uzunluğudur. Bu belə olaraq gəlir. Və rəngləri var. Bəli. Sadəcə olaraq rəng seçimləri var. Və günəşin qarşısında. Bu da gözəl modeldir, həm də gözəl də duruşu olur. Naveslərin, bizdə hal-hazırda gördüyünüz pərdələr yoxdur, biz indi reklam şeylər. Onlar evlərdə ancaq o istiqamətdə vurulur, gün qorumaqdan ötəri. Yəni məhəllənin, həyətin evi içərisində gün düşməmək üçün. Bəli, navesin altına çox elə qıraqdan vurmasın. Amma yəni bunu alıb naveslərin üstünə aval naveslər olur. Aval naveslər, arka deyirlər. Arkalar üzrə. Bunu ən çox marketlərin qarşısında həm də bir astanovkalar, həm də bir dekor yaradırlar. Bəli, dövlət əmniyyətli obyektlərin qarşısında çox gözəl formada. Yəni istənilən istiqamətə əyilir deyə hamıya yəni sərf edilir. Yəni elə böyük qiymət də yoxdur ki, deyəm ki, həcminə görə yəni elə qiyməti yoxdur. Və artıq deyək ki, bir 3 ay olaraq ki, bu bizdədir. Çox yəni maraqlı, sensiral satışı var da, yəni çox. Yəni həm də o kənarların bəzəkli dəmirlərlə də düzəldilir. Bir qədər dekorativ dəmirlərdən istifadə edirlər və həm də böyük bir məkana gözəllik yaradır. Bəli. Yəni buyurub gəlib ala bilərsiniz əziz dostlar. Yəni nə ağlınızdan keçir tikintiyə aid hamısı MRT İnşaatda var. Və dəyərli dostlardan bir daha xahiş etmək istəyirəm ki, bizim paylaşımlarımızı paylaşın və paylaşımlarımıza rəylərinizi yazmağı da unutmayın ki, biz də sizin rəylərinizi oxuyaq və cavablandırmaqla. Başqa isə istədiyiniz burada olan maraqlı sahələr haqqında yenə də sizə məlumat verək. Çünki biz MRT İnşaatıq, çalışırıq ki, hər zaman birlikdə tikək və əziz dostlar sizə xidmət edək. Müştəri məmnunluğu bizim ən başlıca
prinsipimizdir, düşüncəmizdir ki, yalnız və yalnız MRT inşaata gələn müştəri buradan məmnuniyyətlə ayrılmalıdır. Və biz də çalışırıq ki, bütün bunları həyata keçirək. Çünki MRT inşaat regionun bir nömrəli tikinti bazasıdır. Bəli, bəli.